Salam şagirdlər, mən sizə bu dərsdə istəyirəm ki, Azərbaycan dilindən iki hecalı sözlərdə, indi bu bilirik ki, Azərbaycan dilində iki hecalı sözlər var ki, bu iki hecalı sözlərdə onun ikinci saytı qapalı saytla bitir. Qapalı sayt deyəndə, yəni bilirik ki, əlbəttə ki, i, u, ü ilə bitir və bu bitən zaman bunun yazılışı zamanı bəzi dəyişikliklər var ki, onlar səbəb olur ki, biz bu dəyişiklikləri bilməliyik. Deməli, nədir bu dəyişikliklər? Bəzi iki hecalı sözlərə saitlə başlayan, bəzi iki hecalı sözlərə, düzdürmü? Sonu qapalı saitlərlə bitərsə, yəni i ilə, i ilə, u ilə, ü ilə bitərsə və plus üzərinə gəlinsin həmin bu sözə ya hal, ya da ki, mənsubiyyət. Mənsubiyyəti mən uzun yazmadım, siz uzun qeyd edirsiniz bunu, mən yazdım qısa olaraq. Yəni, hal və yaxud da mənsubiyyət şəkilçili bir şəkilçi artırdığımız zamanı bunun son samit deyil ki, hecasında qapalı sayt var, ha? Qapalı sayt o zaman düşür. Bu qapalı saytının düşməsini biz iki qrupa sizlə ayıracaq. Necə iki qrupa? Bu sözlər iki artıq qrupa bölünəcək. Milli, və alınma olmaqla bu sözləri mən iki qrupa ayıracağam. Əgər biz indi buradan milli sözlərimiz, yəni qısa bir konkret sayı var, amma alınma sözlərinin sayı çoxdur və s. ifadə edəcəyik. Ona görə onları orada sözlər deyilsəm, o sözləri əzbər mən bilməliyəm ki, o söz millidir, milliyə aid o qaydanı yadıma saxlayım və o sözün necə olduğunu yadıma saxlayım. Bu necədir? Yəni nə ifadə etmək istəyirəm mən? Deməli, bildim ki, bu tipi sözləri mənşəyinə görə iki qrupa ayırıram. Milli və alınma olmaqla. Əgər mənim əzbərləyəcəyim söz millidirsə, bu zaman millidə yalnız mənsubiyyətdə düşəcək. Alınmalarda isə həm mənsubiyyətdə düşür, həm halda düşmə baş verəcək. Bəs bu milli olan mənşəli sözlər hansıdır? Milli mənşəli olan sözlər bədən üzvləridir və bir dənə 3 dənə istisna sözüm var ki, onlar milli sözlərin siyahısına daxildir. Məsələn üçün, millilər hansılardır? İndi buraya qeyd edirəm. Millilər olur ki, ağıl, alın, ağız, beyin, burun, boyun, siyin, qarın, əyin, sonra ovud. Bir də qoyun sözü var. Qoyun sözü də nə məndadır? Qoyun sözünü bəzən qarışdırırlar ki, qoyun sözü bir var heyvan qoyması, bir var qucaq mənasında. Artıq burada bədən üzvləri olduğuna görə millilər qoyun sözünü qucaq mənasında, yəni bədən üzvü kimi qəbul edəcək. Qoyun qucaq mənasında olacaq. Deməli, hansılar oldu? Ağıl, alın, ağız, beyin, burun, boyun, siyin, qarın, əyin, ovuz, qoyun, qucaq sözləri oldu. Bir də 3 dənə istəsəz dediki sözümüz var. Bu sözlər hansılardır? Amma milli olan. Könül, qayın, bir də ağıl sözləri. Biz bunlar deyəndə ikisinə daxildir. Yəni bu deyəndə bu millər bir deyil. Axırda da qayda olaraq əgər bunu danışırsınız müəllim falan, bunu qayda olaraq bir deyirsiniz müəllimə. Könül, qoyun, ağıl. Yəni onların bu yazdığım sözlərin içində deyirsiniz. Amma yəni axırda deyə bilərsiniz ki, məsəl üçün burada necədir bu istisna sayılır? Könül, qayın. Baxın, ikisi də 1-2 bədən üzvü deyil, amma millidir. Ona görə burada bir istisnalıq yaranır. Bir sual yana bilər ki, ağıl bədən üzvüdür. Ağıl sözünün biz 1-2 mənası var. Siz
ilkində cümlədə işləmə mənasına baxırsınız ki, ağıl hansı mənada işlədibdir? Bəli, ağıl sözü bildiyimiz kimi onim sözüdür. Necə? Ağıl sözü gəlir cümlədə, yəni cümlənin kateqoriyası olaraq, yəni cümlədə məna olaraq ağıl sözü beyin mənasını daşıyarkən, yəni insanın ağlı mənasını daşıyarsa, bu zaman mənşəyinə görə millidir. Qayda olaraq bunlar milli sayılacaq. Əgər yox, ağıl sözü, əgər yox, qoyun, bir də var ağıl, qoyun, quzu saxlanılan yer mənasındadır. Əgər yox, ağıl, qoyun, quzu saxlanılan yer mənasında olarsa, mənşəyinə görə artıq alınma sayılacaq. Bəs bu istisna olan bu indiki bu 3 dənə söz istisna sayıldı. Bu 3 dənə istisna sözü yadda saxlamaq üçün bir dənə parol söz var. Bu parol söz hansıdır? Könlün qaynı ağıllı oğlandır. Baxın, könlün qaynı ağıllı oğlandır. Könlün qaynı ağıllı oğlandır. Bu cümlədə könül, qayın və ağıllı sözü, nədir ağıllı sözü? İstisna 3 dənə sözümüzə daxil olduğuna görə bu istisna sözü bu şəkildə yadda saxlaya bilərsiniz. Dedik ki, yəni millilərin bir də odur ki, millər dedik ki, bədən üzvləri oldu. Könül, qayın, yəni o hansı sözlər oldu? Alın, ağız, beyin, burun, boyun, çiyin, qarın, əyin, ovuz, qoyun, quzaq mənasında oldu. Və istisna sözü də var ki, könül, qayın, ağıl, könlün qaynı ağıllı oğlandır. Bu şəkildə yadda saxladıq. Bir də bunu deyim ki, bu millilərin bu dediyi bu millər oldu. Yalnız mənsubiyyətdə düşdüyünə görə onların halı dəqiq sayılacaq. İndi keçək biz alınmalara. Millər haqqında göstərdim sizə hər şeyi. Keçək indi alınmalar. Alınmalarda dedik ki, həm mənsubiyyətdə düşəcək, həm halda düşəcək. Deməli, alınmaların da bir də halı qeyri-dəqiq olacaq. Yəni, onların halını bəzən tapmaq üçün elə ki, isim qaydasından mənsubiyyətlə halı necə bir-birindən fərqlənmək üçün çox parollar var idi ki, bu parollardan istifadə edərək, yəni onlardan istifadə edərək tapacaq ki, bunun sonundakı ayman şəkilci haldımı, mənsubiyyətdimi? Ona görə deyirik ki, alınmaların halı qeyri-dəqiq olur. Bəs bu alınma mənşə olan sözlər hansılardır? Bura qeyd edirəm. İsim, cisim, fəsil, nəsil, şəkil, ətir, ömür, sətir, səbir, sonra xeyir, zihin, eyib və sairə şəklində olacaq. Hansılar oldu? Alınmalar, alın, üzr istəyirəm, isim, cisim, fəsil, nəsil, ətir, xeyir, zihin, eyib, sətir, ətir, sətir və sairə şəklində olacaq. Sinif və sairə olur. Bunlarınki çoxdur artıq və bunlar necədir? Bunlarda da bu şəkildə oldu. Yəni, həm bildik ki, mənsubiyyətdə, həm də halda düşmə baş verir. Bir də bir qrup sözlər var ki, onlar necə sözlərdir? Onlar iki hecalıdır. İsimdir və son olsa hecasız qapalı sakitlərindən bitir. Yəni, i ilə bitir. Məsələn üçün, paxıldır, taxıldır. Əgər testdə paxıl, taxıl, nağıl sözlərini görsəniz, paxıl, taxıl, nağıl. Bu sözlərdə görsəniz, burada bilin ki, yəni burada bunlar sait gələndə neynə səsi düşmür. Bunlarda düşmə baş verməyəcək. Hansı sözlər oldu? Paxıl, nağıl, taxıl sözləri oldu. İndi bunlar haqqında ümumi məlumat bitirdik. Bir də belə bir şey var ki, bəs bunların yazılışını göstərməliyəm ki, necə yazılır? İlk öncə milliləri göstərim. Məsələn üçün, göstərim. Məsələn üçün, indi isə bunu söz birləşməsi şəklində həmin o sözləri ifadə edəcəm və göstərəcəm ki, yəni artıq
necə düşür, necə düşmələri göstərəcəm. Məsələn üçün, ağıl sözünü sizə göstəreyim. Ağıl sözündə, baxın, ağıl sözü necə olacaq? Bir var onun ağlı. Bir var onun ağlı. Bir də var ki, ağlının gücü. Baxaq, indi bunların hansı doğrudur və yaxud da yanlışdır. Baxıram, ağıl sözünün düzgün yazılışını bilirəm. Mən də bu qaydanı əzbərləyəndən sonra bilim ki, ağıl sözü bədən üzvüdürsə və könlün qayını ağıllı olandır. Ağıl varsa istisna sözüdür. Hansı məşədə istisna vardır? Bəli, millilərdə istisna vardır deyə yadında saxlayıram. Ağıl millidir. Milli mənşəli sözlər necə olurdu? Yalnız mənsubiyyətdə düşürdü. Onun üçün baxıram. Hansında əgər düşmənin hansında düşmə baş veribsə, yəni mən onu düzəldən zaman mən hansında o sayt düşübsə, baxın, burada ağılın gücündə. Burada düşübdü, burada isə düşməyibdi. Yəni var qalıb yerində. Əgər hansında düşübsə, deməli oradakı sonda olan o şəkilçi mənsubiyyətdir. Yox, düşməyibsə haldır. Baxıram, burada düşmə var. Deməli, buradakı mənsubiyyətdir, ağlının gücü. Burada artıq düşməyibsə, deməli, buradakı da hal olacaq. Hal. Baxın, ağlının da olacaq, yəlik hal olacaq. İndi bu oldu milli sözlər ad qayda. Bəs alınmalarda necə nümunə göstərimsə, məsələn üçün, göstərim sinif sözünü. Biri var ki, onun sinifi, bir də var ki, sinifin qapısı. Baxıram, onun sinifi. Sinif yadına saxıram. Sinif hansı sözdür? İsim, cisim, fəsil, nəsil, şəkil, ömür, sinif, ətir, sətir, səbir, ətir, xeyir, zihin, eyib və s. tipi sözün içində sinif sözünü mən əzbərləmişdim axı. Bu sinif sözünü yadına gəlir ki, bu alınma mənşəli bir söz. Düzdürmü? Sinif necədir? Alınmadı. Alınmanın qaydası necə idi? Həm halda düşürdü, həm mənsubiyyətdə düşürdü. Ona görə mən bu seçməyə çətinlik çəkirdim. Axı, həm əzbərləmişdim ki, alınmanın halı qeyri-dəqiq olur, bunu burası tapmaq çətin olur. Baxıram, onun sinifi. İndi bunu öz artıraq mənsubiyyət tapıram. Onun öz sinifi uyğun gəldiyinə görə burada axı mənsubiyyət olur. Mənsubiyyət olanda, bax, yadda saxlayın, alınmalarda mənsubiyyət olanda düşür. Bu sinifdəki i düşəcək. Amma hal olanda isə sinifi hal onda qalır. Elə milli ilə qaydası da eynidir. Deməli, bu videonun da izahı bu qədər oldu. İki eczalı sözlərdə ikinci saytın düşməsi haqqında yəni izah bu qədər oldu. Əgər bu video sizə faydalı olursa, kanalıma like atıb abunə olmağı unutmayın və tanıdığınız insanlarla paylaşın ki, onlar da bu cür videolardan faydalana bilsinlər. Sağ olun, görüşəndək.